Herkese salam. Uzun müddətli YouTube üçün vlog çəkmirdim və dedim bu gün niyə də olmasın. Birlikdə hazırlaşmaq tadında, Instagram Reels tadında bir video çəkəcəyik bu gün. Amma təbii ki, sadəcə hazırlaşmaq deyil. Bu gün Litva səfirliyində mənim məzun olduğum universitetin açıq qapı günüdür. Yəni universitetimin əməkdaşları, enrollment menecerlər və eyni zamanda mən də həm oranın bir məzunu kimi, həm də artıq şirkətimizin Kaunas Universitetinin rəsmi agentliyi olmağı şərəfinə dəvət olunmuşam. Tədbir deməli saat 12-də başlayacaq, saat 3-ə qədər davam edəcək. Həmin müddətdə də müəyyən belə deyim danışıqlar, nitqlər, sessiyalar və sair məlumatlandırma və sair və ilə axır olacaq. Bu çox yaxşı bir əslində fürsətdir. Belə deyək, sərgilər ümumiyyətlə çox yararlıdır və hətta belə fürsətlər də ayrı yararlıdır. Çünki siz birbaşa universitet belə deyək rəhbərləri ilə, universitetdəki şəxslərlə kommunikasiyaya keçirsiniz. Özünüzə uyğun olub olmadığını elə birbaşa onlardan öyrənirsiniz. Və bu da sizə gələcəkdə ora uyğunsunuzsa müraciət edin, qəbul alın. Uyğun deyilsinizsə ümumiyyətlə nə application fee pul verin və yaxud da başqa bir şey. İndi tez hazırlaşım. Hazırlaşandan sonra çıxaq evdən. Həmin müddətdə də təbii ki danışaq və sizə də həmin tədbir haqqında göstərəcəm. Oradan çıxandan sonra isə ofisə gedəcəyik. Oradan da bir-iki əşyam var ofisdə, onu götürəcəyik və biraz da işləyib iş saatı çıxışı, yəni sonra qayıdacağıq evə. Elədi zəhmət olmasa yazın. Mənim üzüm dəhşət qurudu. Makiyajdan əvvəldə yaxşıca nəmləndirirəm həm göz altını, həm də üzümü. Amma nədəndirsə makiyaj eləyəndə daha çox tonal krem vuranda, yəni bu hissələr qəribə bir görüntü yaranır və o məni çox narahat eləyir. Mən onu necə yox eləyə bilərəm? Bilmiyorum. Zəhmət olmasa bilirsinizsə rəylərdən məndən bölüşün. Vəfasızsın, sən riyakarsın. Möhtəşəm səsimlə. Çıxan səsimlə dərdiyin düşmək. Mənim üçün manifest sevirsiniz, yoxsa manifestin ümumiyyətlə nə olduğundan xəbəriniz yoxdur. Çünki mən biraz deməli, zövq zəhətdən, mahnı zəhət, qız qrupları, gruplar, belə rəqsli olan şeyləri aşırı sevirəm. Və mən hazıram. Düzdür, tam görə bilmirsiniz. Amma olsun, çıxırıq, gedirik. Bir outfit check hak etdiniz. Gedikdim. Saat 12'də başlayan tədbirdə saat 12'də çatmayacağam. Neyse. Oradakıların çoxlarının Azərbaycanlı olduğunu və çoxlarının gecikəcəyini nəzərə alaraq ümid edirəm təkcə bu xasiyyət məndə yoxdur. Biraz rahatam. Qəşəng hava var bu gün bəxtimə. Biz azca külək var. Amma düşünürəm ki, qismi qaytar məxsusdur. Evdən çıxanda 2-3 dənə problem yaşadım. Onca yeni evə qayıtmalı oldum. Ona görə lap da yarım saat gecikdim. Gedirəm. Yarım çata bilirəm. Çatacam və çatmam. Prosto yarım saat falan gecikmiş sayılıram. The news come to Azerbaijan as well that what about coming to Lithuania? How long would that take and how difficult the process is? So here we can answer to that as well. So first of all, temporary residence permit is issued for 2 years. It allows you also to work part-time if you're coming. All theoretical lessons, practical lessons, and take place in 3 main buildings. They work over preparing the developers that would bring about the innovation and artificial intelligence field. So this is Ali. His feedback is this. That he's. Can you come here?
Tədbirimiz demək olar qutarır. Mən də azmışdım, acından ölürəm. Dedim, yemək yeyim. Sonra buradan çıxıb ofisə gedəcəm. Bütün networkləri qurduğuma, danışdığıma görə artıq mənim buradakı işim bitdi. İndi qayıdıram, indi gedirəm daha doğrusu ofisə. Biraz da ofisdə networking edeyim, sosiallaşım. Bir də 8 mart günü biz ofisəçi qızlarla sözüm yarımçıq qaldı. Həmin o qab ofisdədir, onu da götürüb ondan sonra axşam iş saatım bitəndə gedəcəm evə. Uzun müddətdə sizlə belə danışıb vlog çəkmirdim. Özümə açdırmaq bir şeylər alıb çıxıram ofisə. Telefonumun zaratkası azdır. Ona görə çox bir şey çəkə bilmədim gəldiyim yol boyunca. Zaratkaya qoyum. Böyle. Sizlərmə salam denəm, nəysə. Salam verin bütün izləyicilərə, Aziz izləyir. Çox faydalı məlumatları öyrənəcəksiniz. Eşidirsiniz, eşidirsiniz. Tapdım, həyətdəyəm. Gedirəm indi mağazinə bir şey alıb evə qalxacam. Bu çanta paketləri xarici ölkələrdən alanda həmişə mənə deyirlər ki, bunu neyinə sən ki alıb. Baxın, bunlar üçün daşıyıram indi, burada istifadə edirəm. Çıqqılı bir şeydir. Büküb çantama qoyuram, sonra nəsə daşımaq lazım olan və içinə qoyub gətirirəm. Kombinim də pozmur. Hər ölkədən birini almışam demək olar. Gedək indi evdə sizə o qab dedim səhər. Həmin o qabımın açılışını edeyim. Bu çantamda həmin o qab var. Back to home. Deməli, qasa-qasa gəldim ki, tez bunu açaq, qaysını götürdüm. Belə bir qabdır. Elə ilk görüşdən orada ən qəribə, ən fərqli qab buydu. Əslində birinci vaza götürmüşdüm, vaza dizayn edəcəkdim. Amma sonradan bunun görünüşü daha çox məni cəlb elədi. Ona görə də bunu açırıq, bunu dizayn elədim. Və onların verdiyi şəkillərdən qarışdırıb fərqli bir dizayn yaratdım. Yəni sırf orada olan bir dizayn deyildi. Ona görə də daha çox mənim üçün maraqlıdır. İndi açırıq. Çox maraqlıdır. Necə bir şey. Çünki çəkəndə başqa cür görsənir. Amma bişəndən sonra, hazır olandan sonra tamam başqa cür bir şey görsənir. Bu arada yəni 8 mart üçün verilə biləcək ən gözəl hədiyyələrdən idi mənim üçün bu. Çünki mənim aşırı sevirəm belə yaradıcı işlər. Ay, çox qəşəng baxın. Siz bir bunun gözəlliyinə baxın. Siz bir dənə bunun gözəlliyinə baxın. Çox qəşəngdir. Hələ arxasını göstərim sizə. Burada arxası adımı yazmışdım. Bura bandik çəkmişdim. Bu niyəsə silinib. Burada da Unidirim şirkətimizin logosunu çəkmişdim. Bu da çox elə bir silinmiş kimi bir şey olub. Amma yenə də çox qəşəngdir. Aşırı bəyəndim. Dəhşət bəyəndim. Bunu nə kimi istifadə edəcəyimi hələ bilmirəm. Sunumluq kimi istifadə edə bilərəm. Aksesuarlarımı qoya biləcəyim bir orqanayzer kimi istifadə edə bilərəm. Bilmirəm hələ, amma ümumi olaraq çox bəyəndim. Çox qəşəngdir. Və ay, bu ürək hissələri falan, şəkil hissələri belə qabarcıqlıdır. Əlvə toxunduranda şəkillər sənin əlvə dəyir. Belə. Bugünkü vloqum da bura qədər idi. Ümid edirəm bəyəndiniz. Bundan sonra artıq rahatlaşıb ev moduna keçəcəm. Bugünkü günüm belə keçdi mənim. Getdik Litva Universitetindən, Kaunas Universitetindən görüşdük. Sonra ofisə getdik. Bəzi işlərimiz vardı. Onları həll elədik. Ondan sonra isə unpacking elədik. Ümid edirəm ki, video, vloqum xoşunuza gəldi. Uzun müddət idi ki, belə bir vloq çəkmirdim. Əgər məni daha yaxından izləmək istəyirsinizsə, daha çox storylərimi, daha çox paylaşmalarımı görmək istəyirsinizsə, Instagram səhifəmdə sizi gözləyirəm hər birinizi. Yeni izləyicilərim var. Sizlərə də xoş gəlmisiniz deyirəm. Rəy yazmaqdan, suallarınızı verməkdən çəkinməyin. Mənim kanalımda siz
təhsil, əyləncə, iş, gəzmək, hər şey görə bilərsiniz. Ona görə də məni izləmədə qalın. Gələcək videolarda görüşmək üzrə. Bay bay.